Sevgi ilə asılılıq arasında sərhəd var. Sevgi ilə asıllıq arasında sərhəd. Əlbəttə ki, sevgi ilə arasında sərhəd. Sevgi ilə asıllıq arasında sərhəd var. Birinci genə müəyyənləşdirməliyik ki, sevgi nədir? sevgi nədir, asıllıq nədir? Əlbəttə, yəni sən onu müəyyənləşdirməsən necə cavab verə bilərsən? Yəqin bu sualı verən insan bizə onun fərqlərini bilir ki, bizə bu sual verdi, elə deyil? Təbii ki, təbii ki. Bir də artıq onun fərqini bilməməyi, bilib-bilməyi bizi belə də vadar eləmir, yəni məcbur eləmir onu başa salmağa. Amma sevgi ilə asıllıq arasındakı fərq ondan ibarətdir ki, sevən insan sevdiyini fikirləşir, qarşısındakını fikirləşir və verdiyi qərarların hamısı ona uyğun olur. Amma asıllı insan verdiyi bütün qərarlar sevgidə özünə aid olur. Bax, bu incə çizgi sevgi ilə asıllıq arasındakı fərqi açıq, aydın göstərir. Yəni, bax, əgər bir adam deyir ki, baxır sənin bütün, belə deyək də, qərarları var, analiz edir, təbii ki, kör təbii hamısına hə demir, analiz edir, baxır ki, bəli, həqiqətən bu insan üçün bu xeyirlidir, bu insan üçün bu dəyərlidir, bu insanın dəyərli olmasa belə arzusudur, hədəfidir. Görürsən ki, o sənin yanındadır, sənə kömək olur, qol qanat gəlir, sənin pisində də yanındadır, yaxşısında yanındadırsa, bəli, bu sənin sevgindir. Yox, bu adam əgər sənə qoyduğu qərarlar, sənə çəkdiyi sərhədlər özünə bağlıdırsa, bu artıq asıllıqdır. Yəni, bunu da məncə ayırt eləməyə hər bir aqil insan bacarar da, yəni ki, nəyi özünə görə eləyir, nəyi mənə görə eləyir. Sevginin elə bu yerindəykən gəlin bir buna uyğun yenə də bir davam edək. Adətən oğlanların sevdikləri qadını anaları ilə müqayisə etməsi olur. Aha. Buna bir fikir bildirməyinizi istəyərdim. Çox gözəl. Əslində qanunla olaraq, qanunla gedişə, yəni yazılmayan qanunlardan gedir. Söhbət yazılmış qanunlardan getmir. Yazılmayan qanunlara əsasən baxanda, əlbəttə ki, insan əgər mən bir qadına baxıramsa, bir qadını sevirəmsə, artıq o mənim dəyərlimdir. Dəyərlim olan, yəni namusum olan mən qadını kimlə müqayisə etməliyəm? Atamla müqayisə eləyəsi deyiləm ki, qardaşımla müqayisə eləyəsi deyiləm ki, ya mən bunu anamla müqayisə etməliyəm, ya mən bunu bacımla müqayisə etməliyəm. Düzdürmü? Amma qadınlar bunu o qədər ifrat dərəcədə çatdırdılar ki, artıq kişilər sevdikləri qadınları öz analarına müqayisə etməyə öz içlərində belə deyək də, köhnəlmiş kimi baxmağa başladılar. Və nə etməyə başladılar? Dostun yoldaşına baxır və yaxud da kənarda kiminsə yoldaşına baxır və yaxud da dediyiniz o sosialdakı ər-arvadlara baxır, onlarla müqayisə etməyə başlayır. Və o müqayisədə səhv gedir. Yəni, təbii olaraq insanın təbii haqqıdır ki, oğlanın sevdiyi qadını öz anası ilə, öz bacısı ilə müqayisə eləsin. Eləcə də təbii haqqıdır qadının ki, öz sevdiyi kişini öz atası ilə və qardaşı ilə müqayisə eləsin. Əgər, belə deyək də, indi orada da bir məsələ var ki, hər ata yaxşı da olmur, düzdür, yaxşı deyilsə müqayisə eləmə. Yaxşıdırsa, özünü artıq özün bilirsən, müqayisə edirsən, avtomatik olan bir şeydir bu. Bu, belə deyək də, beynin artıq öz dönmə mexanizmidir. Sən də baxanda, birinci baxırsan ki, necə olur ki, dalaşanda birinci başlayırlar ki, mən atamın evində heç belə deyildim, mən atamın evində bütün günü restoranlar gəzirdim, mənim atam mənə bunu alırdı, mənim atam mənə onu alırdı. Nə oldu, bəs atanla müqayisə elədin? Seriallar ona görə vardı. Ay sol, bəs nə oldu, oyuna müqayisə elədin? Biz onda heç demirik, qardaş, sən sevin ki, həqiqətən, əgər mən səni anamla müqayisə edirəmsə, gör mən səni hara qoymuşam. Qoymaz ora. Ay sol. Sənin demək ki, əgər bu sualı verən qadın həqiqətən Əlibəy dediyi kimi, o demək ki, ora layiq deyil. Başqa yerə qoysun. Ora qoymasın. Tamam, başqa yerə. Mən indi onunla bağlı olar. Əlbəttə. Gözəl fikirlərimiz bölüşdükcə gözəlləşir. Bu elə bir şeydir ki, buna görə doğrudan da romanlar, kitablar, qalaq-qalaq köhnəlib tulluyublar hamısını. Heç kim insanlar yəqin ki, xəbərimiz yoxdur deyə biz yaşayırıq da bu elə şey. Xəbərimiz olsaydı, bizdən əvvəl yaşayanlardan örnək tez götürsəydik, bəlkə də tez keçərdik müəyyən keçid dövrlərini, amma istərsəmiz belə qalırıq. Bu tarixə bəllidir ki, qız övladı atalarını ilah tuturlar. İlah tuturlar. Bu doğrudan belədir, genetik belədir. Oğlanlarsa analarını ilah tuturlar. Bu o demək deyildi ki, bunun belə deyəndə kiminsə anası müqəddəs Məryəmdir ya da kiminsə atası İsa'dır. Yox. Sadəcə bu genetika bunu bizə belə bağlantını belə verib. Və şükür ki, belə də verib.
Amma bizdə bəzən böyüklər, belə deyim də, böyüklər bəzən nəyisə sallar. Məsələn, ola bilir, bir ana oğlundan qopmaya bilir. Çünki buna görə əsərlər var. Tələbə vaxtı oxumuşuq. Ana oğlundan qopa bilmir, gəlinə itin əziyyətini verir. Oran süpür, buran süpür, indi buran süpür. Bildiniz də? Nədir? Bildiniz də oğlu ilə deyir. Məsəl üçün deyirəm, atıram. Yəni, qaynana obrazı ən çox bizim bu yazarlarla bəzən qarşılaşanda problemlərimiz nədir? Qaynana obrazını bizim kişilər, bizim adamları, ümumiyyətlə bizim cəmiyyətin kişiləri bu qədər ucuz deyirlər ki, qaynana obrazını biraz özlərinə lap belə deyim də bir rəqib fiqur kimi götürsünlər. Bunun təbliğatı gedir və bu düzgün deyil. Yəni kişilərin boynuna qoyublar. Kişilər ora pişik. Yəni yəni problem eləyiblər qaynananı. Ya problem onda deyil. Problem o deyil. Problem əgər sən problem eləyirsənsə çox qaynananı, deməli problem adamın şəxsindədir. Qaynana uzaqdadır biraz. Yəni və qaynana obrazı da biraz elə olmalıdır ki, yəni bu hamımız yaşayırıq da, yaşayırıq. Qaynana obrazı da elə olmalıdır ki, o deyək ki, qızının deyək ki, o atasına vurğunluğunu deyək ki, niyə mənim atama oxşamır o? O mənim atama oxşamır. O deməlidir ki, ay qızım, sənin atan atandır. Sənin yoldaşındır. Ayıl. Ayıl. Ya da mən gəlib anama deyirəm ki, ana, bu sənin kimi belə deyil. Deməlidir ki, oğlum, mən sənin ananam. Düzəməlli bax mənə. O belə olmalıdır əslində. Amma bizdə isə biz həmən o belə deyim də o şirin tayfalarıq ki, biz bir-birimizi qarışqa kimi qoruyub yaşamışıq deyə. Ona görə bizdə bu mənəvi qopuqluqlar biraz belə deyim də çətinliklə baş verir. Bir-birimizdən yaxın doğmalarımız qopa bilmirik bir-birimizdən. Ona görə nə yaxşı, məsələn, sən Amerikaya qopub gedə bilmirsənsə, təbii ki, eləmsən. Çünki aidlik hissi deyilən bir şey var genetik olaraq. Aidlik hissi. Mən gəlib Meksikada da yaşasam, narahat olacağam ki, görəsən anam izah edə biləmsə. Yəni görünməyən bir zəncir var bir-birimizə. Ona görə gedə bilmirik, çıxa bilmirik. Yəni bir-birimizi qarışqa kimi qoruyuruq. Nəysə, nə danışırdın? Və gözəldir. Hətta o bağlılıq var ki, məsəl üçün bəzən olur ki, insanın başına bir iş gəlir, dərhal bir deyirsən 2 dəqiqə sonra anan zəng edir. Baxırsan. Nə olub bala? İçində bir yuxu görmüşəm, aldadır səni. Bilirsən ki, içində nəsə bir narahatçılıq var. Yəni bu obrazları, yəni bu bağlılıq əslində onu göstərir ki, həqiqətən insan sevdiklərinə bax belə İnsan insana möhtac deyil. Sadəcə obrazlar düzgün yerində oturmalıdır. Obrazlar düzgün yerində olmalıdır. Düzgün yerində oturmalıdır. Məsələn, bu gəlin obrazı, qaynana obrazı, bizdə bax seriallar, 50 milyon dənə seriallar var. Gəlin, qaynana, bacana, bir şey və karikaturaya halına salıblar. Belə çıxır ki, başa düşmədim. Qafqazda Qafqaz ailələri bu qədər qeyri-ciddidir, yəni. Belə gəlir. Bizim bu sitcomlarda görürük. Nə ana atan sözünə qulaq asır, nə ata ananın, nə o gəlinin, nə bu oğul bunun. O onun arxasından iş çevirir, bu onun arxasından Budur, belədir yəni. Və mən buna gülüm, yəni bir evdə bir kişinin sayılmamasına mən nə qədər gülə bilərəm. İndi 36 yaşım var, ətrafda hamımız gülürük, mən də qoşuram gülüm. Amma daha nə qədər gülüm. Gəl bir dənə bir obraz, bir dənə bir ata obrazı çıxsın da, qoy gülməli olsun, amma atanın sözünə qulaq assınlar da. Evdə heç kim atanın sözünə qulaq asmır. Yəni bu son 50 ildə ümumiyyətlə unutmuşuq. Ata, mən bir dəqiqə mən bilmirəm nə edirəm. Hamı belədir. Hamı biz izlədik. Mən bilmirəm nə edirəm. Bir-birimizin bəs təcrübələrindən yararlanırdıq. Hara getdi bu? Bu hara getdi? Tapa bilmirəm də mən onu yəni. Bağışlayın, coşdum. Getdi qardaşım. Zaman bağışlayıb coşdum. Mənə çox maraqlıdır. Geyimin insan üzərində gücü varmı? Geyimin insan üzərində gücü. Təbii ki, bu. Əlbəttə, elə şey olar. Amma geyimlə bağlı belə bir şey var ki, insanın ilk geyimi, adamın ilk geyimi bu sümüyü dərisidir. Bu ilk geyimdir. Ruha geyindirildi bu sümüklər, bu dərilər. Ondan sonra bu ayıb ortaya çıxandan sonra, onun ayıbı, bu bunun ayıbı. Ondan sonra həmən o libas, deyəsən İdris Peyğəmbərin dövründən bu gəldi. Bəli. Libas, geyim, gəlin örtünək filan bəsməkən. Amma əlbəttə, geyimlə məsələn insan, Allahdan insanlar görmüşük həyatımda. Məsələn, hətta Amerikan filmlərində də var. Adam çox şıq geyinir bütün günü, diplomatla filan bəsməkən. Axırda baxsan ki, fırıldıqdır bu. Maşennik imişsən demə. Yəni geyimə, ona görə deyirlər də, deyir, insanları deyir, geyimlə qarşılayırlar, ağlı ilə yola salırlar. Bizdə amma hələ də ağıl məqamına tam çata bilməmişik. Elə biz elə geyimlə fırlanırıq. Ona görə görmüsən bu show biznesdə, sosial mediada falan şey geyindi, falan şey soyundu. Hələ də orada qalıblar. Ona görə də Mövlana Cəlaluddin Rumi biz tələbə vaxtında bizə bu belə deyim də şillələyib bu söhbət ki,
Deyir ki, paltar gördüm. İçində insan yox idi. İnsan gördüm, əynində paltar yox idi. Ona görə bir müddətdən sonra o paltar, o geyim, o biraz belə deyim də, gücdən düşməyə başlayır. Əgər sən o yolda belə deyim də, düzgün şəkildə geyirsənsə. Var. Bir şey ki, deyir, o məsələ var, deyir, ən pis günündə ən yaxşı geyimində ol. Bir də məhkəmələrdə də var, yaxşı haldan düşmə. Gör, geyimin nə qədər gücü var ki, məhkəməyə sən məhkəməndir, insan öldürmüsən. Gedirsən çirkin paltarda, Spartinlə falan, sənə verəcək 18 il. Yaxşı geyinib keçirirsənsə, üzün başın tərtəmiz və tərtəmiz kostyumda, şalvarda gedirsənsə, yaxşı hal vəziyyəti deyilən bir endirim var. Bəli, bəli. Yaxşı hal vəziyyətinə endirim alırsan. Demək nədir? Təmizlik imandandır. Geyimin həqiqətən gücü var. Təmizlik imandandır. Əlbəttə, əlbəttə. Amma geyimi bir, belə deyim də, insana təsir etmə illüziyasını biz danışırıq burada. Geyimin cəmiyyətə təsir gücü. İnsanın da geyimə yaraşması önəmli bir faktordur. Yəni hər geyim də insan da geyimə yaraşmır. Bizə necə, məsələn, adam var ki, gündə bir şey geyinməsə ürəyi partlayar ya da bunun geyindiyi başqasının əynində olanda dəli olur zal. Belə adam var ya dünyada. Aşağı levellar deyə bunlar. Level deyəndə kimsə belə bir də adam var. Aşağı düşüncələr deyə bunlar. Mən məsəl üçün Əli bəydə də elədi, məndə də elədi. Biz paltara həqiqətən vaxt itirməyək deyə, mən şəxsən özümdən danışıram. Geyimə vaxt itirirəm, mən ancaq qara geyinirəm. Ya da monotonlaşdırmaq lazım. Yəni mən geyim belə qardırob deyirəm. Əlbəttə ki, bunu ancaq qara şalvar, qara amma bir dənə şey var. Əlbəttə ki, bunu xanımlara demirik. Təbii şamil eləmirik. Qoy geyinsinlər, qoy pırıl-pırıl olsunlar falan. Onun da o bir əndazəsi var. Çünki son dövrlərdə bir dənə belə bir müğənni var, adını çəkmək istəmirəm. Çox qəribə geyinir və bizim uşaq vaxtında yanvar, fevral bir dənə söz var idi. İndi də bu müğənnilərin arasında show biznesdə yanvar, fevralın dalınca düşüb hamı. Yanvar, fevral, yanvar, fevral. Müzakirəsi gedir, davası gedir. Qış öldürəcək bizi. Bu qış öldük. Yaza keçə bilmədik. Yaza keçək də. Bu qədər. Təşəkkür edirik verəniz suala görə. Olmaz, olmaz. Növbəti suala keçək. Sonda sizi izləyənlərə nə demək istəyirsiniz? Sonda bizi izləyənlərə həqiqətən mənim demək istədiyim odur ki, dərin təşəkkürümü bildirirəm ki, bizi izləyirlər və sualları yönəldirlər. Yenə də suallar yönəldin, amma suallar Əli bəy demişkən sual naminə olmasın, həqiqətən dolu olsun. Yəni suallar bir sens olmalıdır, yaşantıdan doğmalıdır. Bəli. Sual xəttində olmalıdır əslində. Bəli. Mən təşəkkür edirəm. Sözü verirəm Əli bəyə. Mən də təşəkkür edirəm. Çox sağ olun. Maraqlı suallar var idi. Biz də indi bacardıqca cavablandırdıq. Onsuz da hər sualının cavabı yoxdur onsuz. Təbii ki, təbii ki. Öz düşüncəmizlə cavablandırdı. Amma çox təkəbbürlü insanlara qarşı bir cızma qara eləmişəm. Bir şey onu deyim. Təbii ki. Ha? Təbii ki de. Bizim burada senzuramız yoxdur ki, biz rahatıq. Yəni bu qədər təkəbbür olmaz da, yəni. Onsuz təkəbbür həm Allahın, Tanrının ən nifrət etdiyi, həm insanlığın ən böyük düşməni, həm də insanın özünün ən böyük düşmənidir təkəbbür. Elə yeridir. Hə. Sən məncə hələm gəlməmisən, dində deyilsən, şeytan da deyilsən, nə də heç cin də deyilsən, heç kimdə qüsur axtaracaq gündə deyilsən. Get indi özün öz qüsurunla biraz oyna. Vur öz başına səhv əməlindən, qapaz oyna. Səhv danışıb hamıya himcim eləyibsən. Bəs yaxşı bu nöqsanları kim eləyib? Sən səhv tutmağı kimdən belə təlim eləyibsən? Bəsdir daha bir gün özün ol, bəsdir az oyna. Tut vur başına öz əməlindən qapaz oyna. Allah səni vursaydı əgər uf da deməzdim. Şairliyə heç bir bu qədər meyl eləməzdim. Vallah bu səhv axtarmağını incələməzdim. Güya ki özün səhvsiz adamsan, taraz oyna. Get başqa tərəflərdə dolanla taraz oyna. Vur öz başına, öz əməlindən qapaz oyna. İndi Əli bəy səhvsiz adam yoxdur, dəqiqdir. Öz səhvini dərk eləməyən çoxdur, dəqiqdir. Düzdür ki, dəyirman da Həsən soxdur, dəqiqdir. Səhv ilə düzün ortasına gir, biraz oyna. Gəlsin hər ağızdan bir əcaib, avaz oyna, vur öz başına, öz əməlindən qapaz oyna. Düzsənsə əyilmə, söymə və söyülmə. Dur, get özün ol, gəl. Day bəsdir, az oyna, vur öz başına, öz əməlindən qapaz oyna. Yəni ümid edirəm ki, bugün
Salman, əsas odur sənin sözünü kəsdimsə bağışla. Yox, yox, bizdə söz kəsmə yoxdur ki. Bizdə Amma birbaşa dalma biz var. sözü necə kəsirik? Balla kəsirik, şəkərlə kəsirik, qəndlə kəsirik də. Elə belə kəsməliyik axı. Haqqımızı birimizə halal eləyək. Halal, Sən də xoşumuz sözümü olsun. kəsmisən, mən də sözünü kəsmişəm. Hər şey əladır, hər şey mükəmməldir, hər şey elə belə olması onsuz mükəmməl deyilən bir şey yoxdur. Bəli, hər şey öz nöqsanı ilə gözəldir əslində.